En sevdiğiniz Novruz şirniyyatı hansıdır? Bugün sizinle benim sevimlim olan paxlavanın reseptini bölüşürəm. İdeal ve leziz alınması için yüksek keyfiyyətli məhsullarla hazırlamaq lazımdır. Bunun için Novruzun möhtəşəm üçlüsü olan Azər südün xaması, kərə yağı və südündən istifadə etdim. Ərzaqların hamısını qarışdırıb gözəl xəmir yoğururam. O yarım saat 40 dəqiqə özünə gələnə kimi mən içliyi düzəldirəm. Şəkər burada olduğu kimi paxlavada da hilin qoxusunu çox sevirəm. Bol-bol istifadə edirəm. Vaxt itirmədən ardıcı şərbəti hazırlayıram. Ocağı söndürdükdən sonra bura sonda bal da əlavə edirəm. Ərzaqların dəqiq miqdarına videonun açıqlama qismində baxa bilərsiniz. Digər işlərimi bitirib xəmirimi kündələyirəm. Qramlarına diqqət edirəm ki, hər biri standart olsun. Soba listini yaxşıca yağlayıb kündələri yaymağa başlayıram. Ən alt və ən üst kündə qalın olmalıdır. Ən birinci qatı yerləşdirdikdən sonra içlik səpmirəm. İkincidən sonra içlik səpməyə başlayıram. Aralarını yağlamıram. Ən üstdəki qatın da altına içlik səpmirəm. Bitirdikdən sonra yarım saat soyuducuda gözlədib gördüyünüz formada kəsməyə başlayıram. Üzərinə isə yumurtalı qarışımı süzgəcdən keçirib 2 dəfəyə çəkirəm. Sonra sobaya yollayıram. 40 dəqiqə sonra çıxarıb kəsimi təkrarlayıb Azər südün öncədən əritdiyim ipək kimi kərə yağından bura əlavə edirəm. İsti paxlavanın üzərinə də soyuq şərbəti gəzdirirəm və salam nuş etməyə hazırdır.